Deməli, time 29-cu test tapşırığına baxaq. Deyir, rezus amili mənfi olan heterozigot ikinci qan qrupuna malik olan ata ilə rezus amilinə görə heterozigot olan dördüncü qan qrupuna malik olan deməli dördüncü malik olan ananın nikahından ikinci qan qrupuna malik mənfi rezuslu qız uşağının doğulma ehtimalı neçə faizdir? Bəli, deməli, rezus amili mənfi olan heterozigot ikinci qan qrupuna malik atadır. Rezus amilinə görə deməli, heterozigot olan dördüncü qan qrupuna malik olan ananın nikahından. Bax, birinci qan qrupları var ha. Qan qrupunun mənfiliyi, müsbətliyi. Qan qrupu böyük yer, bir dəqiqə, böyük yer olanda, bir də böyük yer, kiçik yer olanda bu müsbət qan qrupudur. Kiçik yer formasında olanda mənfi qan qrupudur. Bu ikisi müsbət qan qrupudur. Müsbət qan deməli qrupudur. Bu isə nədir? Mənfi qan. Mənfi qan. Yəni böyük yer dominantdır, kiçik yer resessivdir. Dominant müsbət qan qrupunu göstərir. Kiçik yer mənfi qan qrupunu göstərir. İndi bizə burada deyir ki, ikinci mənfi olan heterozigot ikinci qan qrupuna malik. Heterozigot ikinci qan qrupu AA, bir də A0 şəklində olur. Heterozigot dediyinə görə, deməli, atanı biz A0 götürəcəyik, həm də ikinci qan qrupu. Ata ilə rezus amilinə görə heterozigot olan dördüncü qan qrupuna malik ana. Çarpazlaşdırıram ananı dördüncü qan qrupu ilə. Bu da dişi, bəli, çarpazlaşdıraq. Deməli, bu bizə iki tipdə qamət verəcək. Bir A, bir də 0. Bu da iki tipdə verəcək. Bir dənə böyük A, bir dənə böyük B. Bunları çarpazlaşdıraq. Böyük A, böyük A, böyük A, böyük B. Böyük A, A0, bir də bu olacaq B0. Deməli, bu oldu ikinci qan qrupu, bu oldu dördüncü qan qrupu, bu da oldu ikinci qan qrupu, bu da oldu üçüncü qan qrupu. İndi bizə deyir ki, indi ata mənfi olan, atanın rezus amili mənfidirsə, ata erdir. Mənfidirsə, onu çarpazlaşdıraq. Ananın rezusu nədir? Rezus amilinə görə heterozigot olan dördüncü qan qrupuna malik. Ana heterozigotdur. Ana böyük yer, kiçik yerdir. Müsbətdir, amma böyük yer, kiçik yerdir də. Yəni homozigot müsbət desəydi, onda böyük yeri götürəcəkdik. Resessiv, mənfi qan həmişə resessivdir. Bu bir dənə kiçik yer verəcək. Bu bizə bir dənə böyük yer, bir dənə kiçik yer verəcək. Bax, bunlar birləşəndə böyük yer, kiçik yer olacaq müsbət, kiçik yer olacaq mənfi qan qrupu. Ata mənfi homozigot idi, ana deməli müsbət heterozigot idi. Ata ikinci qan qrupuna görə heterozigot idi, ana dördüncü qan qrupunu idi. İndi bizdən nə soruşur? Bizdən soruşur ki, ata ilə ananın nikahından ikinci qan qrupuna malik mənfi rezuslu qız uşağının doğulma ehtimalı necədir? Bax, mənfi rezuslu qız uşağının doğulma ehtimalı bu ya oğlan da olsa 2də 1 olacaq, oğlan da olsa ya 50% müsbət qan qrupu olacaq, 50% mənfi qan qrupu, oğlan da olsa, qız da olsa. İkinci qan qrupu, bax burada necə alındı? İkinci qan qrupu 4 versiyadan ikisi oldu ikinci qan qrupu. Gəlin baxaq, bax 4 dənə versiya alındı, düzdür? Ondan neçəsi ikinci qan qrupudur? A0, bir də AA. Bunu biz 2də 1 şəklində də yaza bilərik, düzdür? 2də 1 şəklində yaza bilərik. 2də 1, bir də 2də 1. Bunları bir-birinə vuracağıq. 2də 1 qan qrupuna görə. Bu isə mənfi müsbətliyinə görə ehtimalı 2də 1-dir. Yəni, ya mənfi rezuslu soruşur da olsun. 2də 1-i 2də 1-ə vuracağıq. Deməli, cavabımız olacaq 4də 1. Deməli, bir dəqiqə, burada cavabımız 4də 1 olmayacaq. Üzr sayın, burada qız uşağı dediyinə görə, qız uşağı, oğlan uşağı deyəndə həmişə 2də 1-ə vururuq. Bu 2də 1 qan qrupuna görə, bu 2də 1 mənfi müsbət olmağına görə, bu 2də 1 də oğlan və qız dediyinə görə. Yəni, ümumi cavabımız olacaq 8də 1. Cavabımız olacaq C variantı.